200 qram 20% duz məhlulundan m qram su buxarlandırdıqda 50% doymuş məhlul alındı. M-i və alınan məhlulun kütləsini hesablayın deyir. Deməli bizdə alınan məhlul m qram su buxarlandırdıqda birincidə necə yazırıq? 200 qram 20%li m qram su, belə bir düsturumuz var. M1 omega 1 bərabər M1 çıx M su vur omega son. Yəni 200 vurulsun 20 bərabərdir 200 çıxılsın M vurulsun 50 ki belə bir düstur, yəni M də sudur da, buxarlanan su. Çıxdım buradan buraya ixtisar eləsəm 4 dəfə olacaq. 200 çıxılsın M bərabərdir 80-a. M də bərabərdir deməli 120. Deməli biz 120 qram su buxarlandırmalıyıq. M-i tapdım. İkincidə nə deyir? Və alınan məhlulun kütləsini. Deməli 200 qram məhlul idi və 120 qram su getdi. Nə qaldı? 200-dən 120 çıxanda nə olacaq? 80 qram. Yəni 80 qram məhlulumuz qalacaq bizim. Cavabımız 80.